Carnegie Sülh Fondunda Ermənistanın siyasətində trendlər başlıqlı tədbir keçirilib. Tədbirdə Ermənistanda yerləşən Qafqaz İnstitutundan Sergey Minasyan ölkənin xarici və daxili siyasətində inkişaf trendlərindən danışıb. Bu yaxınlarda dərc etdiyi kitabın əsas qayəsini auditoriyaya izah edən cənab Minasyan, Ermənistanın hazırki mövqeyini soyuq müharibə dönəmində Finlandiyanın oynadığı rola bənzədir. Onun sözlərinə görə, Yerevan istər yaxın müttəfiqi Rusiya, istərsə də ətraf qonşuları ilə normal münasibətlər saxlamağa can atır və anlayır ki, istənilən istiqamətə ifrat meyl ölkə üçün arzu edilməz nəticələrə gətirib çıxara bilər. Müəllif hesab edir ki, balanslı siyasətin uğuru Ermənistanın Rusiyadan iqtisadi müstəqilliyini nə dərəcədə təmin edəcəyindən asılıdır. Amerikanın səsinə müsahibədə ekspert Ermənistanın Avrasiya İttifaqına qoşulmasının ölkənin xarici siyasətinə, əsasən də Dağlıq Qarabağ münaqişəsinə mümkün təsirləri barədə sualları cavablandırıb. First of all, I should say that the decision that was made by Armenian government last September to join this Eurasian Union, it was İlk olaraq demək istəyirəm ki, Ermənistan dövlətinin keçən il Avrasiya İttifaqına qoşulması qərarı əsas olaraq Qarabağ münaqişəsində təhlükəsizlik səbəblərinə görə verilib. Ermənistanın Rusiya ilə əvvəlki hərbi əlaqələrinin həssas olması, onun ittifaqa qoşulmasının iqtisadi səbəblərdən deyil, təhlükəsizlik səbəbləri olduğu güman edilir. And that's why Armenian accession to the Eurasian Union, which is not driven by any economic reasons, is driven by some security reasons. Cənab Minasyan Ermənistanın xarici siyasətinin sabit olduğunu, Avrasiya və digər təşkilatlarla əməkdaşlığın bu kursu dəyişdirəcəyini düşünmədiyini bildirib. Armenia again in any case would try to preserve balanced policy. Ermənistan hərbi və siyasi əlaqələrdə Rusiya ilə balanslı siyasət yürüdür və digər tərəfdən Avropa və Birləşmiş Ştatlar ilə siyasi və iqtisadi əməkdaşlığı da davam etdirməyə çalışır. Buna Ermənistanın NATO və ya ABŞ rəhbərliyinin təşəbbüsü altında sülh məramlı əməkdaşlıqda iştirakı misal gətirilə bilər. In NATO or US-led peacekeeping operations. Tədbirin moderatoru Thomas Deval bildirib ki, Ermənistanın Finlandiya modeli olması reallıqdan çox arzudur. Well, I think Finland of Armenia is... Belə ki, Finlandiyadan fərqli olaraq Ermənistanın yaxın qonşu dövlətlərlə ciddi problemləri var. Vəziyyəti ağırlaşdıran başqa amil isə bir il öncə Yerevanın Avropa İttifaqı ilə assosiasiya razılığını rədd etməsidir. The idea that you try and... Vaşinqtondan Anar Fərəcov, Amerikanın səsi.